baxaq statika bölməsindən dimdəki həmin o maraqlı suala. Deməli, bizə verilib iki eyni materialdan olan kürələr. Onlar link üzərində tarazlıqdadır və bizdən T gərilmə qüvvəsinin tapılmasını soruşur. Bizə verilib birincinin kütləsi M və biz bundan istifadə etməklə ikincinin kütləsini tapmaqla, daha sonra momentlər qaydasını istifadə etməklə T gərilmə qüvvəsini tapmalıyıq. İlk öncə gələn kütlələrə baxaq. Birincinin kütləsi kürə deyildiyinə görə kürənin M bərabər ρ düsturundan V-nin həcmə kürədə 3/4 P-nin kubu ρ kimi yaza bilərik. Və biz buradan görürük ki, eyni materialdandır. Deməli, sıxlıqlar eynidir, sıxlıqlar sabitdir və biz burada kütlə ilə radiusun asılılığına baxırıq ki, kubu ilə düz mütənasibdir. Birincinin kütləsini M verib və radiusu 1-dir. İkincidə isə radiusu 2 dəfə artıb, ondan 2 dəfə çoxdur. Deməli, buradakı ikinci cisimdəki kütlə 2-nin kubu qədər çox olacaq, yəni 8 M bərabər olacaq. Və biz buradan baxırıq ki, momentlər qaydasına gəlirik. Birinci cismin kütləsi ağırlığı saat əqrəbinin əks istiqamətindədir. Baxın, saat əqrəbinin əks istiqamətindədir. T gərilmə qüvvəsi saat əqrəbinin əksindədir. İkinci cismin kütləsi də saat əqrəbinin əks istiqamətindədir. Və biz bilirik ki, momentlər qaydasında istiqamətində olanlar saat əqrəbinin əksində olanların cəminə bərabərdir. Və biz buradan yazırıq M1J dayaqdan qolu, M1-in dayaqdan qolu L-dir, M1J vurulsun L. T'nin dayaqdan qolu L bölü 2-dir, yarısıdır. Daha sonra M2-nin isə qolu, dayaqdan ümumi qolu L-dir. M1J vurulsun L, üstə gəl T vurulsun L bölü 2 bərabərdir. M2J vurulsun L. Buradan L'lər ixtisara getsə, onda biz alırıq. M1J-ni biz 10 götürsək, 10 üstə gəl T bölü 2 bərabərdir 80. Onda yazırıq T bölü 2 bərabərdir 70, T də bərabərdir 140.